Studiyamızın qonağı isə Milli Məclisin üzvü Elçin Mirzəbəylidir. Elçin bəy, xoş gəlmişsiniz, xoş gördük sizi. Hər vaxtınız xeyir, xoş gördük. Hər vaxtınız xeyir olsun. Trip marşrutu ilə əlaqəli olaraq Nikol Paşinyan qeyd etdi ki, bu bir sülhdür. Artıq bundan sonraki dönəmdə Azərbaycan və Ermənistan arasında yollar açılacaq. Biz rahat şəkildə bu yoldan istifadə edəcəyik. Bu artıq özü bir sülhdür. Və Trump marşrutu ilə əlaqəli biz bilirik ki, bu seçki kampaniyası dönəmində Amerika Birləşmiş Ştatları rəsmiləri bir neçə dəfə gəldilər. Ermənistana müzakirələr aparıldı. Həmin əraziyə baxış da keçirildi. Nə zaman tikinti başlayacaq deyildikdə isə digər bir rəsmidən açıqlama gəldi ki, bu payız və yaxud da ki, qış aylarında baş verəcəkdir. İstəyirəm ki, yeni qurulacaq hökumətdə Trump marşrutu ilə bağlı proseslərin hansı formada irəliləyəcəyini necə dəyərləndirirsiniz? Bunlarla bağlı başlayaq elə. Əlbəttə, Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Bu öhdəliklər birinci növbədə iki tərəfli qaydada Vaşinqtonda imzalanan sazişlər əsasında götürülüb və nəticə etibarilə Ermənistana mütəmadi olaraq biz Birləşmiş Ştatlardan işçi qruplarının gəldiyinin şahidi oluruq. Bu istiqamətdə üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində verilən vaxt prinsipi etibarilə daha öncə səsləndirilən mesajlardan bir o qədər də fərqləndirmir. Marşrutun işə düşməsi üçün bəlli olan bir məsafənin inşa edilməsi istiqamətində uzun müddətli bir fəaliyyətə də ehtiyacı yoxdur. Əgər bu prosesi Ermənistan intensiv şəkildə aparmaq istəyərsə, nəticə etibarilə region ölkələri də bu və digər şəkildə Ermənistanda marşrut inşasında dəstək verə bilərlər. Burada konkret olaraq bir bəyanalıb ki, söyləmək çətindir, amma marşrutun işə düşməsi üçün bütün imkanlar var və bu həqiqətən də birbaşa sülh müqaviləsinin, yekun sülh müqaviləsinin imzalanması ilə bağlı olan məsələ deyil. Elçin bəy, maraqlı bir fikir də Nikol Paşinyandan Rusiya ilə münasibətlərlə bağlı səsləndirilib. Deyir ki, əgər onların narahatlıqları varsa, biz səbirlə onları aradan qaldırmağa, işləməyə davam etməyə çalışacağı heç bir problem yoxdur. Putin hələ bizi təbrik etməyir. Ümid edirəm ki, təbrik eləyəcəkdir. Maraqlı məsələ ondan ibarətdir ki, 1 iyun tarixində telefon danışığında bu seçkilərdən sonraki dönəmdə Nikol Paşinyanın Moskvaya gedəcəyi və elə bu olan narahatlıqlarla bağlı müzakirələrin aparılacağı ilə əlaqəli bir razılıq əldə edilmişdi Paşinyan və Putin arasında telefon görüşməsi zamanı. Sonrasında dünən Peskovdan belə bir açıqlama gəldi ki, hələ ki bu səfərlə bağlı tarix və digər detallar bəlli deyil. Nikol Paşinyan bugün deyir ki, biz bütün bu narahatlıqları aradan qaldırmağa hazırıq və biz bunları istəmirik baş versin. Amma ümid edirəm ki, bərabərində də o məni təbrik eləyəcək deyə bildirir. Bu açıqlama bir qədər redaktə olunmuş formadadırmı? Necə başa düşmək olar həmin o yanaşmanı, söylənən fikirləri? Valla qeyd edək ki, seçkidən əvvəlki reallıqlarla bugünkü reallıqlar arasında müəyyən fərqlər var. Yəni, nəticə etibarilə iki tərəfli telefon zənginin olduğu zaman kəsiyində Nikol Paşinyanla bağlı göstərilən sorğunun nəticələri fərqli bir mənzərənin yaranmasına imkan yaradırdı və həmin dövrdə hal-hazırdakı kimi Rusiyanın Ermənistana parlament məsələsində təzyiq imkanları ciddi şəkildə deyildi. Yəni, konstitusiyon çoxluq Ermənistan Mülki Müqavilə Partiyasının tərəfində idi, amma bəlli olduğu kimi parlamentdə təmsil olunacaq iki partiya hökumətin formalaşması prosesində birbaşa təsir göstərmə imkanına malik olmasa da konstitusiyon çoxluğun yaradılmasına imkan verməyəcək. Bu da konstitusiya haqları ilə bağlı və eyni zamanda referendumun elan olunması ilə bağlı bir sıra məsələlərin, məqamların dalana dirənməsi və eyni zamanda təzyiq vasitəsinə çevrilməsi üçün müəyyən əsas formalaşdırır. Bu baxımdan düşünürəm ki, ritorikanın dəyişməsində əsas səbəblərdən biri Ermənistan parlamentində əldə olunan nəticədir. Və həmçinin də nəticə elan tam olunmadan bildiyiniz kimi səslərin təkrar hesablanması prosesi gedir. Tam elan olunmadan hələ də müəyyən ümidlər var. Yəni, ola bilsin ki, Ermənistan tərəfindən müəyyən mesajların verilməsini gözləyir Rusiya. Elə Paşinyanın özünün də ritorikasında dəyişiklik baş verib. Necə bir mesajlardan söhbət gedir? Yəni, Avropa İttifaqının inteqrasiya dayandırılır mı? Bu həmin Avropa İttifaqının inteqrasiyanın dayandırılması ilə bağlıdır. Eyni zamanda ola bilsin ki, 3-cü partiyanın da Ermənistan parlamentinə, daha doğrusu çəkilənən Ermənistan
partiyasında mandat alması ilə bağlı olan məqam gündəliyə gətirilə bilər. Bunun nə dərəcədə real olub olmadığını söyləmək bir qədər çətindir. Amma təbii ki, əsas mesajlar ortalıqdadır. Bu Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasındakı seçimlə bağlı olan məsələlərdir. Bu arada Paşinyanın Moskvaya gedişi ilə bağlı seçkidən öncə, sonra verdiyi mesajlar da bir-birindən fərqlənir. Yəni, seçkidən öncə ilk səfərini Rusiya edəcəyini bəyan etmişdi. Amma indi deyir ki, dəvət etsələr imtina etmərəm. Yəni, mesajın mahiyyəti dəyişib tamamilə və qarşı tərəfin öhdəliyinə buraxılıb. Belə bir dəvət gələcəkmi, yox? Əgər gələcəksə də hansı şərtlər daxilində gələcək? Qənaətimə görə bunu yaxın deməli bir həftə ərzində müəyyənləşdirmək mümkün olacaq. Artıq 14-ündən sonra tam bəlli olacaq seçkilərin nəticələri necə oldu. Siz burada çiçəklənən Ermənistan partiyası üçün müəyyən mandatın verilməsi kimi güzəştlər edilə bilər misalını çəkdiniz. Amma indiki mənzərədə biz görürük ki, səslər yenidən hesablanırsa bu mülkün müqavilə partiyasının xeyrinə irəliləyir. Əlavə 1000-dən çox səsin gəldiyinin şahidi oluruq. Amma çiçəklənən Ermənistan partiyası ilə bağlı eynisini demək tamamilə mümkün deyil. Bu ritorikanın qarşı tərəfin Rusiyadan verilən mesajların təməlində bu amillərin dayandığını söyləmək mümkündür. Bu, ola bilsin ki, səslərin hesablanmasına təsir göstərmək və təzyiq göstərmək niyyəti daşıya bilər. Təbii ki, bu da prinsip etibarilə ehtimaldır və indiki şəraitdə yaranmış vəziyyət əslində kifayət qədər mürəkkəb bir situasiyadır. Çünki bəlli olduğu kimi həm Samvel Karapetyanın, həm də Köşeryanın rəhbərlik etdiyi bloklar hal-hazırda parlament mandatından imtina edəcəkləri barədə mesajlar da verirlər. Bunun nə dərəcədə real olub-olmadığı prinsip etibarilə şübhə doğuran məqamlardır. Çünki daha öncə də belə bir iddialar öncəki seçkilərdən sonra da irəli sürülmüşdü. Amma ehtimal var ki, belə bir addım atılsın. Doğrudur, Paşinyan deyir ki, o zaman parlament tamamilə 100%lik legitimlik məsələsində olacaq. Burada çox həssas bir məqam var. Ermənistanın seçki qanunvericiliyi təkcə mandatların sayının müəyyənləşdirilməsi ilə müəyyən mexanizmlər formalaşdırmır. Eyni zamanda parlament pluralizmi üçün müəyyən balansın formalaşdırılmasında zəruri hesab edilir. Yəni, Ermənistan parlamentində minimum 3 partiya olmalıdır parlamentin fəaliyyət göstərməsi üçün. Həmin partiyalar seçkidən deməli, mandat almaqdan imtina edərlərsə, burada mürəkkəb mexanizm 2 partiyanın parlamentə daxil edilməsi ilə bağlı olacaq. Qərar da şübhəsiz ki, Ermənistan Konstitusiya Məhkəməsi səviyyəsində verilməlidir. Yəni, seçkilərin nəticələri elan olunduqdan sonra deməli 2 partiyanın parlamentə gətirilməsi, yəni daha az səs almış nisbətən parlamentə gətirilməsi şanslı ki, ötən seçkilərdə belə bir mexanizm tətbiq olunmuşdu. Bu Ermənistan deməli konstitusiyasında da, Ermənistan seçki məcəlləsində də nəzərdə tutulmuyor. Bu seçkilərin nəticələri elan olunana dək gedilən bir mürəkkəb bir prosesdir. Baxımdan da həddən artıq Paşinyanın optimist danışmasına baxmayaraq vəziyyəti mürəkkəb olduğu qənaətindəyəm. Bugün deyir ki, yeni qurulacaq hökumətdə çox da dəyişikliklər olmayacaq. Köklü dəyişikliklərdən söhbət getmir. Amma bizim siyasətimizlə bağlı, burada xalqın rifahı, təhlükəsizlik məsələləri ilə əlaqəli daha geniş işləmə şansımız olacaq. Bundan öncəki dönəmdəki seçkilərlə müqayisə də aparır. Necə geniş şəkildə xalqın rifahı, təhlükəsizliyi ilə bağlı işləməkdən söhbət gedir? Yəni, daxili istiqamətdə daha böyük paketlərin, layihələrin həyata keçirilməsindən söhbət gedirsə, burada yəqin ki, Avropa İttifaqının da yaxından dəstək olacaq ki, müşahidə missiyası bundan sonraki dönəmdə 2 illik müddətdə də Ermənistanda qalır. Belə bir qərar da qəbul edildi. Siz nə düşünürsünüz? Təbii, bu birbaşa müşahidə missiyası ilə bağlı olan məqam deyil. Avropa İttifaqının Ermənistana ayırması nəzərdə tutulan paketlərlə və investisiya layihələri ilə bağlı olan məqamlardan. Burada çox həssas bir məsələ də ondan ibarətdir ki, investisiya
investisiyalar ayrılacaq və bu layihələrin həyata keçirilməsində də ayrı-ayrı şirkətlər iştirak etməlidir. Yəni, nəticə etibarilə Ermənistanda əgər siyasi mühit sabit olmazsa və daxili ziddiyyətlər ortalıqda olarsa, o zaman yəni, iqtisadiyyatın inkişafı və əhalinin firavanlığının və təhlükəsinin təmin olunması hansı mexanizmlərlə həyata keçiriləcək? Paşinyan bununla bağlı hələlik hər hansı bir resept təqdim etmir. Yəni, konkret olaraq ümidlər verir, mesajlar səsləndirilir, amma indiki halda bunun əksi baş verəcəyi təqdirdə və daha sərt bir qarşı durmaya keçid alacağı təqdirdə Ermənistan rəhbərliyinin hansı planları var? Hələlik bu barədə heç bir məlumat yoxdur. Yəni, prinsip etibarilə Paşinyan bundan sonra atacağı addımlar aydın deyil. Bir də hökumət formalaşarkən parlamentin spikeri kim olacaq deyə də Ermənistan mediasına bir çox iddialar yayımlanır. Alen Simonyan əvəzinə Ruben Rubinyan, Hayk Koncoryan və Lidit Makuns, hansı ki Amerika Birləşmiş Ştatlarında Ermənistanın keçmiş səfirindən söhbət gedir. Bu üç ismin adı çəkilir və onlardan biri ola bilər deyilir. Alen Simonyan uzaqlaşdırılırmı administrasiyadan, yoxsa daha yüksək bir vəzifə verilə bilər və bu digər üç adla bağlı nəyə görə bu qədər müzakirələr gedir Ermənistan mediasına? Prinsip etibarilə Ermənistan parlamentinin sədri doğrudur, aktiv şəkildə siyasi proseslərdə iştirak etsə də, parlament diplomatiyası istiqamətini müəyyən səylər göstərsə də, konkret olaraq Simonyandan söhbət gedir, amma o hökumətin qərarlarının birbaşa həyata keçirilməsində iştirak edən fiqur deyil. Yəni, nəticə etibarilə indiki şəraitdə parlamentin ümumiyyətlə sədrinin statusu bu çərçivədədir və nəticə etibarilə o baxımdan da Simonyanın hansısa başqa bir şəxs tərəfindən əvəz ediləcəyi Ermənistanın, yəni Paşinyan siyasətində hər hansı bir dəyişikliyin baş verməsinə gətirib çıxarmayacaq. Ola bilsin ki, onun məhz bu sülh istiqamətində son dövrlərdə verdiyi mesajlar nəzərə alınaraq hansısa inzibati vəzifələrdən birinə gətirilə bilər. Yəni, birbaşa hökumətin fəaliyyətində iştirak etməsi mümkündür. Yəni, bu qarada konkret fikir söyləmək mümkün deyil. Ola bilsin, baş nazirin müavini səviyyəsində və xarici işlər naziri səviyyəsində. İndiki şəraitdə konkret bu barədə fikir söyləmək çətin olsa da, hər halda Simonyanın Paşinyanla bağlı bütün bu prosesdə aktiv şəkildə rol aldığını nəzərə alsaq, onun deməli, rəhbərlikdən kənarda qalacağını söyləmək bir qədər doğru olmaz. Aydındır. Və Türkiyə ilə münasibətlərlə bağlı da bir neçə fikrinizi almaq istəyirəm. Sərhəddin açılması, dəmir yol bərpası istiqamətində Ermənistanın nə qədər maraqlı olduğunu bilirik. Türkiyə tərəfində işlər hələ ki yekunlaşmıyor, amma Ermənistan artıq bütün işləri yekunlaşdırıb. Türkiyədən yaxın dönəmdə ən azından dəmir yolu bərpası ilə bağlı bir qərar gözlüyor Ermənistan. Yeni Şafaqın verdiyi məlumata görə dünən axşam saatlarında belə bir informasiya paylaşılmışdı ki, bu yaxın müddətdə mümkün ola bilər. Bərabərində ticarət dövriyyəsi isə 1 milyard dollara qədər yüksələ bilərdi. Yəni, indi nə qədər iqtisadi istiqamətdə Ermənistanın sıxışdırıldığını göz önünə gətirdiyimizdə, Avropa İttifaqı isə bunu kompensasiya etmək üçün müəyyən addımlar atır. Bunlar da nə qədər uğurlu olacaq zamanla görəcəyik. Türkiyə ola bilərmi bu məqamda ən çox ehtiyac duyulan anda o addımı atsın? Türkiyədən fərqli mesajlar verilir və rəsmi mövqe aydındır. Yəni, sülh prosesi Azərbaycanla birlikdə irəliyə doğru aparılacaq və verilən qərarlar da ortaq qərarlar olacaq. Amma qeyri-rəsmi olaraq biz artıq Türkiyə tərəfindən ekspertlər səviyyəsində, bəzi millət vəkilləri və bəzi media resursları səviyyəsində deməli, Ermənistanla sərhədlərin açılmasının zəruriliyi, o cümlədən ticarət dövriyyəsinin artırılması, yəni bu istiqamətdə Ermənistanla Türkiyə arasında zaten ticarət dövriyyəsi var Türkiyə üzərində, daha doğrusu Gürcüstan üzərindən birbaşa olaraq bunun həyata keçirilməsi ilə bağlı mesajlar verilir. Mesajların tərəfdarları düşünürlər ki, vaxtilə futbol diplomatiyasında olduğu kimi Türkiyə tərəfindən atılacaq addımlar bu Ermənistan ictimai rəyinə təsir göstərəcək. Eyni zamanda indiki şəraitdə deməli, Türkiyə Ermənistan üçün bir bazar funksiyasında yerinə yetirəcək ki, bu da Cənubi Qafqazda münasibətlərin normallaşmasına öz təsirini
göstərə bilər. Təbii ki, fərqli fikirlərin olması bu məsələlərdə tamamilə mümkündür, amma mən bütün hallarda düşünürəm ki, kommunikasiyalar böyük mənada həyata keçirilən bütün layihələr əslində sülh prosesinin tərkib hissəsidir, birbaşa olmasa da. Bu baxımdan da Türkiyə ilə Azərbaycanın bu məsələlərdə ortaq mövqedən çıxış edəcəyi daha çox inandırıcı görünür. Çox sağ olun Elçin bəy, təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün, önəmli təhlillərinizə görə.